Hər vaxtınız xeyir olsun. Əziz şagirdlərimiz, dinləyicilərimiz, davam edirik öyrənməkdə. Bu gün ikinci dərsimizdir və bu da maraqlı dərsimizdir. Bugün həqiqətin kəməri haqqında danışacağıq. Gəlin dua edək və başlayaq. Rəbbisa minnətdarıq bu saata görə. Xeyir dua ver dərsimizə, tələbələrimizə, dinləyicilərimizə. Hər kəs ki, sənin sözünü sevir, hər kəsə xeyir dua ver. Sənin müqəddəs adından dua edirik. Amin. Beləliklə, dostlar, Efeslərə 6-cı fəslə baxırıq. 14-cü bənd, 1-ci hissəsi. Burada yazılıb ki, beləliklə, həqiqəti kəmər kimi belinizə bağlayın. Olduğu ki, yerinizdə dura biləsiniz. Keçən səfər danışdıq ki, Rəbb bizə mövqeyi verib və onun istəyi odur ki, biz bu mövqeyidə dura bilək. Onun bizə verdiyi zəfərdə dura bilək. Bunun üçün də, bax, bütün bu təchizat var, onun zirehi var, onun silahları var ki, biz gündəlik olaraq geyinməliyik. Və bugün toxunacağıq həqiqət kəməri. Bilirsiniz, çox tez-tez imanlılar unudur, bu Tanrının əlçatan olan zirehindən istifadə etsin. Tanrı verib ki, biz istifadə edək, gündəlik. Və demək olar ki, əksər imanlılar da bilmir ki, ondan necə istifadə etmək lazımdır. Bilirsiniz? Və bəlkə də deyə bilərik ki, heç imanlı düşünmür bu haqda, vaxtı yoxdur, çünki məşğuldur hər kəs öz şəxsi həyatı ilə. Ancaq əgər biz İsa Məsihə iman etmişiksə, onda bax, bu təminatı tanımalıyıq, geyinməliyik, istifadə etməliyik. Bilirsiniz, əgər biz Tanrının bizə verdiyi bax, bu müdafiə zirehin geyinməsək, onda Tanrının həmən bu zəfər həyatı üçün olan planını yaşaya bilmirik. Bilirsiniz, ona görə suallar yaranır ki, əgər mən imanlıyamsa, niyə depresiyadayam? Niyə narahatam? Niyə səbirsizəm? Niyə narazıyam? Niyə şikayətlənirəm? Niyə sevinmirəm? Oldu, axı Rəbb zəfəri verib və bu zəfərdə yaşamamız gərək. Və bax, birinci alət, birinci silah ki, Həvvari Pavel qeyd edir, olduğu durmaq üçün deyir ki, həmən bu həqiqəti kəmər kimi belinizə bağlayın. Olduğu, yəni ki, nəyi təmsil edir bu həqiqət? Bibliyanın təlimini, hərdən biz deyirik doktrin, hərdən biz deyirik kateqoriyalarda olan təlim. Olduğu, bu bizi müdafiə etmək üçündür. Bunu qeyd edin. Hər şey Bibliya təlimindən başlayır. Olduğu, əgər mən İsa Məsihə iman edirəmsə, imanlıyamsa, onda Bibliyanı bilməm gərək. Oxumaq, dərk etmək, tədqiq etmək, Bibliyanın təlimi nədir? İnsan haqqında nə deyir? İnsanın həyatının aspektlərinə toxunur. Olduğu hər bir sahəsi üçün Rəbbin sözü var. Həqiqəti var, müdriklüyü var və bunları mən gərək biləm. Olduğu, Yəhyə yazır, Yəhyənin İncili 17:17, bax, orada İsa Məsih özü deyir, ataya xahiş edir, deyir ki, mənim şagirdlərimi həmən bu həqiqətinlə təqdis et. Olduğu, yəni ki, ayır özün üçün. Onlar həqiqətdən ayrılsınlar sənin üçün. Sənin sözün həqiqətdir. Tanrının sözü həqiqətdir. Bilirsiniz, biz bitirilmiş iş haqda bilə bilmərik, əgər biz Bibliyanın təlimini oxumasaq, bilməsək. Nə öyrədir? Tanrının sözü nə öyrədir? Olduğu və öyrənəndə, biz biləndə ki, İsa Məsih müzəffərdir. Sonra Biblia deyir ki, biz də ona görə, onunla bərabər müzəffərik və yerləşdirmişik bu müzəffərin içinə. Olduğu, Koloslara 3 deyilir ki, biz gizlədilmişik İsa Məsihdə ki, düşmən bizə toxuna bilməsin. Amin, dostlar ki, İblis girə bilmir İsa Məsihin içinə. Oldu.
Zəbur 85:11. Bu çox gözəl bənddir. Deyilir ki, həqiqət yerdə bitib göyərəcək. Salihlik göylərdən baxacaq. Bir yerdə gedir bu, çox maraqlıdır. Elə Efeslərə 6:14 də bir yerdə gedir. Deyilir ki, həm həqiqəti kəmər kimi belinizə bağlayın, həm də salihlik zireyini geyinin. Və görürsünüz, Zəbur 85 də deyir ki, həqiqət yerdə bitib göyərəcək, salihlik göylərdən baxacaq. Çox gözəl bir mənzərədir. Bilirsiniz dostlar, Rəbb istəyir ki, həqiqət içimizdə bitsin. Həqiqət içimizdə bitməlidir. Və Tanrının da salihliyi bizə verilib ki, biz tam olaq. Oldu, bax, insanın narahatçılığı, əzabı, fikrə düşməsi, sülhünü itirməsi ondan ibarətdir ki, özünü tam hiss etmir. Oldu, o tamamiyyət haçan gələcək? Bax, Rəbb ona görə də İsa Məsihi göndərib ki, bu yer üzündə nə qədər ki yaşayırıq, o tamamlığa nail ola bilək. Bunun üçün də həm həqiqətini verib bizə, həm də salihliyini verib bizə. Bax, bu bənddə deyilir ki, salihlik yuxarıdan baxır aşağı və həqiqəti qəbul edir. Və həqiqət deyir, bitib göyərəcək. Bilirsiniz, İsa Məsih onun üçün də yer üzünə gəlməli idi ki, çarmıqda ölsün. Və Bibliya bizə başa salır ki, İsa Məsih Tanrının ədalətini razı saldı. Oldu, çarmıqda öz həyatını verərək ki, bütün dünyanın günahları qoyuldu onun üzərinə. Oldu ki, bizim üçün qapı açılsın. Çarmıq bir qapıdır ki, biz Tanrı ilə barışaq, onu tanımağa başlayaq, həqiqəti bilək və salihliyi yaşaya bilək, salih həyat. Və bilirsiniz, o insan ki, həqiqəti danışa bilir, bu deməkdir ki, onun həyatında salihlik də olacaq. Bax, məsələlər 12-17 çox maraqlıdır. Deyilir ki, doğru şahid həqiqəti danışar. Salih şahid həqiqəti danışar. Yeremiya 4-cü fəsil 2-ci bənd deyir ki, Rəbbimiz həqiqətdə yaşayır. Oldu, bunu qeyd edin lütfən. Bax, həqiqət bizə bunun üçün də lazımdır. Bir ilk növbədə Rəbbimiz həqiqətdə yaşayır. Və bunun üçün də Mətta 4-cü fəsildə, Lukanın İncili 4-cü fəsildə İsa Məsih deyir ki, insan Tanrının ağzından gələn hər bir sözlə yaşamalıdır. Yəni ki, bu səbəbə görə biz o həqiqət sözünə görə yaşamalıyıq. Üstəgəl, Tanrının qüdrəti verilir bizə ki, biz buna nail olaq. 2-ci Korinflərə 6-7 Həvvari Pavel yazır. Deyir ki, həqiqət sözündə, Tanrının qüvvəsində, baxın, həm sağ, həm də sol əllərimizdə salihlik silahı ilə. Eşidirsiniz, hər iki əlimizdə, həm sağ, həm də sol, həqiqət sözündə. Zəbur 119 da gözəldir. 119-142 deyilir ki, Ya Rəbb, salihliyin əbədi salihlikdir. Sənin qanunun həqiqətdir. Bax, bunun üçün də dostlar, biz öyrənirik, həmən bu təlimi tədqiq edək, ondan zövq alaq, tanıyaq və sonra da yaşayaq. Tanrımızın sözündən zövq alıq. Bu Zəbur 1. Yadınıza düşür yəqin ki, Zəbur 1-ci bənddən 6-cı bəndə kimi orada bu haqda danışılır. Gəlin hələlik 1-ci bəndə baxaq. Orada deyilir ki, nə bəxtiyardır o insan ki, pislərin məsləhəti ilə getmir, bu 1. Günahkarların yolunda dayanmır, bu 2. Rişxəndçilərin arasında oturmur, bu 3. Və neynir o? 2-ci bənd. O ancaq Rəbbin qanunundan zövq alar. Oldu. Və qulaq asın, nə zaman? Gecə, gündüz bu təlimatı dərin düşünər. Oldu, bax, bu kəməri geyinmək deməkdir. Oldu, bax, mən Rəbbin sözündən, Rəbbin qanunundan zövq alıram və ancaq bir gün deyil, bir saat deyil, ancaq gecə, gündüz bu təlimatı düşünürəm. Yəni, fikrim, zikrim hardadır? Onda bax,
Tanrının sözündən zövq alanda bu kəməri, həqiqət kəmərini geymiş kimi oluram. Oldu. Rəbbin qanunundan gecə gündüz düşünüb zövq alıram. Oldu. Və həqiqətlə, Tanrının həqiqəti ilə mənim güclü şaqulum olur. Bu çox vacibdir. Bilirsiniz, biz çağırılmışıq ki, Tanrı ilə qarşılıqlı münasibətlərimiz olsun və şaqulumuz olsun. Bu vacibdir hər bir insan üçün. Hər bir insanı Tanrı yaradıb. O öz yaradanını tanımalıdır. Və səthi tanımalı deyil. Bütün ürəyi ilə, bütün qəlbi ilə, bütün canı ilə, bütün gücü ilə olduğu Tanrıdadır müdriklük, Tanrıdadır salihlik, Tanrıdadır təqdis, Tanrıdadır vədlər, vədlər bizə verilir. Tanrıdan gəlir qüdrət, Tanrıdan gəlir həyat. Oldu. Tanrı öyrədir bizi dua etmək, dua edirik ona, o bizimlə danışır. Və Biblia deyir ki, biz həmən bu Tanrının təlimindən, Tanrının sözündən zövq alanda gecə və gündüz, ruhani mənada biz çiçəklənəcəyik. Qəlbimiz sağlam olacaq, fikirlərimiz sağlam olacaq, əqlimiz sağlam olacaq və nəticədə fiziki bədənimiz sağlam olacaq. Bilirsiniz, əksər xəstəliklər ki var fiziki bədəndə, bu düzgün olmayan düşüncə, hisslər, emosiyaların nəticəsidir. Oldu. Əql sağlam olsa, bədənə də düz təsir edər. Oldu. Və Tanrı bizi yaradıb ki, biz xeyirdualı olaq, sağlam olaq, həm əqlən, həm emosional, həm də fiziki. Və bu gözəldir başa düşmək, müqəddəs yazıdan ki, hər qüdrətə malik olan Tanrı bizim arxamızda durub və Biblia deyir ki, o bizi yaradıb zəfər üçün və onun istədiyi odur ki, qabağa gedək bu zəfərdə onunla birlikdə. Bunun üçün də baxın, Yəhya 8-ci fəsil 31-ci bənd, bu yaxınlarda danışırdıq bu vaxtda, İsa Məsih deyir ki, qalın sözümdə, yəni sözümdə davam edin, zövq alın, düşünün, gecə gündüz. 32-ci bənd deyir ki, onda həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək. Bu çox maraqlıdır, fikirləşirdim ki, bax, birinci şey de deyir ki, həqiqətin qurşağın, kəmərin bağlayın da belinizə. Kəmər elə bir şeydir ki, onu bağlayanda, hələ bil ki, sən özünü yığışdırırsan da, səfərbərlik var, yığırıq özümüzü. Hələ bil ki, aydın məsələdir ki, mən diqqətli olmaq istəyirəm, nizamlı olmaq istəyirəm, Tanrıya tabi olmaq istəyirəm, itayətli oldu. Və nəticədə İsa Məsih deyir ki, onda siz həqiqəti biləndə azad olacaqsınız. Çox maraqlıdır. Mən özümü səfərbər edirəm. Gecə gündüz Tanrının sözündən zövq almağa can atıram. Oldu və bu məni azad edəcək. Kəməri belimə taxıram və bu məni azad edir. Başqa bir parça qeyd etmək istəyərdim. Yeşaya Peyğəmbərin kitabından 30-cu fəsil 21-ci bənd bizə deyir ki, bax, biz bu təlimi necə qəbul edək? 21-ci bənd deyir ki, sağa ya sola azdığınız vaxt arxanızda yol budur, gedin bu yolla deyənin səsini eşidəcəksiniz. Oldu, bax, biz Tanrı ilə qarşılıqlı münasibətdəyik və Tanrının səsini istəyirik, eşidirik. O, danışan Tanrıdır, çünki diri Tanrıdır və maraqlıdır. Kəməri geyinmək o deməkdir ki, Tanrının sözünün həqiqəti bizi istiqamətləndirəcək, istiqamət verəcək. Oldu, yol budur, gedin bu yolla. Həqiqət, yol və həyat və həqiqət mənim. Yadınızda da İsa Məsihdir. Bax, yol budur, bax, həqiqi yol budur, bu yolla gedin. Bunun üçün də əslinə qalsa biz müqəddəs yazını oxuyuruq, tədqiq edirik, yığırıq qəlbimizə və müqəddəs yazı deyir ki, insan ruhunda bunu genişləndirin, yığın ki, biz Tanrının həqiqətində fəaliyyət göstərə bilək. Və burada gəlir çıxır başqa bir təminat, müqəddəs ruh. Bu da həqiqətin ruhudur. Oldu. Bu ruh həqiqətin ruhudur. Yəhyə 16-cı fəsil 13-cü bənd. Lakin o, həqiqət ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Görürsünüz, yenə də istiqamət
yol göstərəcək. 1-ci Yəhya 5:5 çünki o həqiqət ruhudur. Olduğu həqiqi yolu, həqiqəti sizə göstərəcək. Yəhya 14:17 İsa deyir ki, o həqiqət ruhudur. Onu dünya qəbul edə bilməz. Çünki onu nə görür, nə tanıyır. Siz isə onu tanıyırsınız. Çünki sizinlə qalır və daxilinizdə olacaq. Amin. Hər kəs ki, İsa Məsihə can atır, iman edir, o xilaskarı kimi qəbul edir. Bax, İsa Məsih söz verib ki, bu müqəddəs ruh qalacaq o insan içində, yaşayacaq daxilində və istiqamət verəcək və həqiqət yolunda onu aparacaq. Amin. Deyilir ki, hər həqiqətə yol göstərəcək. Bu çox vacibdir dostlar. Bax, həqiqətin kəməri. 1-ci Yəhya 4:6 Yəhya deyir ki, Tanrını tanıyan bizə qulaq asır. Yəni, nə demək istəyir? Yəni, Tanrının sözündə maraqlıdır. Kəlama qulaq asır. Tanrıdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və yalan ruhunu sezə bilmir. Amma biz sezə bilirik. Həqiqət kəməri var. Və həqiqət ruhunu bilirik və yalan ruhunu da görürük. Yəni, bax, bunun üçün lazımdır həqiqət qurşağını belimizə bağlayaq ki, biz dura bilək və baxın, əgər dururuqsa, duraq həqiqətdə. Budur bizim mövqeyimiz. Yəhya 8:44 yadınızdadır, İblis haqqında deyir İsa. Deyir ki, İblis isə həqiqətdə dura bilmədi. Baxın, İblis isə həqiqətdə sadiq qalmadı, dura bilmədi. Çünki onda həqiqət yoxdur. Yalan söyləyir, öz xasiyyətinə görə müqəddəs yazı deyir. Çünki yalandır və sonra da yalanın atasına çevrilir. Çünki onda həqiqət yoxdur. Buna görə də bizə həqiqətin kəməri lazımdır. Həqiqəti satmayaq. Məsələlər 23:23 deyir ki, satma həqiqəti. Al. Həqiqəti satsan, yalanı alacaqsan. Satma, ancaq həqiqəti al. Ki, 1-ci Petrə 1:22 həqiqətə itaət edə biləsən. Həqiqətə itaət edərək qəlbləriniz saflaşacaq, ürəkləriniz saflaşacaq. Yəni, bu çox maraqlıdır ki, müqəddəs yazı bizi ruhlandırır ki, həqiqətin kəmərini taxaq, ki, ürəyimiz təmizlənsin, saflaşsın. Amin. Rəbbizə minnətdarıq bu fikirlərə görə. Xeyir dua ver hər kəsə ki, dinləyirdi. Sənin müqəddəs adından dua edirik. Amin.